الذي له ملك السماوات والأرض والله على كل شيء. 3 yaşlı bu uşaq Allah kəlamını əzbərdən oxuyur. Elhamdülillahi Rabbil alemin. 3 yaşlı Zəhra Hüseyn Bakının Nizami rayonunda yaşayır. O 1 yaşından bəri Quran-ı Kərim oxumağı bacarır. Hələ səlis danışmağı belə bacarmayan 3 yaşlı uşaq Qurandan 37 surəni əzbərdən bilir. Özü də təcvidli şəkildə. Zəhranın Quran oxumasında və əzbərləməsində əsas işi anası görüb. Allah şükür. Bu balasıqdır, bu da qovlu. Babası Hacı Hüseyn Ağa kişi də nəvəsinin bu məharətinə sevinir. Ramazan olan vaxtdan onun layləsi Quranla çalınmışdı. Quranın surələri oxunan vaxtı o diqqətlə qulaq asırdıq ən körpə vaxtlarında. Artıq 1 yaşında olarkən o kiçik surələrdən İxlasdır, Fələqdir, Nasdır, bu surələri əzbər bilirdi. Baba nəvəsinin bu bacarığını Allah vergisi adlandırır. Təzədir açanlar, yəni bu çox inanılmaz bir şeydir. Allah Teala onu bəxşidir, əlbəttə Allahın bəxşidir ki, 1 yaşında 3 surəni artıq o əzbər bilirdi. Hansı ki, uşaqlar vaxtı artıq ya ata, ana sözü deyə bilirdi. Ondan sonra 2 yaşında 5-6 surəni, 7-8 surəni öyrəndi. Bismillahirrahmanirrahim. وَالضُّحَى وَاللَّيْلِ إِذَا سَجَى مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى وَلَسَوْفَ يُؤْتِيكَ رَبُّكَ فَتَرْضَىٰ أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ. Partager. مشاركة. Share.